Salam uşaqlar, yenə xoş gəlmisiniz kanalımıza. Bugünkü dərsdə mən sizə dəstək dirənci nədir, onu öyrətəcəm. İstər kriptoda olsun, istər forex-də olsun, bizim çox işimizə yarayacaq ən təməl dərslərdən biridir, yəni ən təməl səviyyə, ancaq demək olar ki, hər bir yerdə istifadə olunur. İndi mən sizə ən xırdalıqla bunu izah edəcəm ki, siz bunu tam öyrənəsiniz. Dəstək dirənci nədir? İlk öncə gəlin dəstəkdən başlayaq. Dəstək nədir? Fikirləşin ki, bax, bu qrafikdir, gedir. Bu qrafikdir, gedir. Öz yolundadır bu, öz ab havasındadır. Bu buradan başladı, belə şəkildə gedir. Ancaq burada diqqət edəcəyimiz nöqtə nədir bizim? Baxın, burada həmişə bir dibi yaradır bu. Bunların həmişə bir dibi olur. Fikir verirsiniz, buraların hamısında bir dib var. İndi bizə nə lazımdır? Bu dibləri, baxın, bir qutuya alsaq və sonsuza qədər çəksək. Məsələn, bu burada. Bu burada. Görəcəksiniz ki, bəziləri bunun üst-üstə düşür. Məsələn, baxaq, bununla bu hardasa üst-üstə düşür. Bunu biraz bu tərəfə çəksək. Və bu hissə, baxın, bu hissə üst-üstə düşür. Deməli, burada bir dəstək nöqtəsi var. Yəni, bu qrafik gəlir hər dəfəsində buralardan dəstək alır, qalxır yuxarı. Buradan yuxarı çıxdı, gəlir bu xəttə. Bu xəttdən dəstəyin alır, qalxır yuxarı. Bura gəldi və tezdən düşür, tezdən burada. Bu xətt üzərindən dəstək alır, qalxır yuxarı. Tezdən düşür aşağı, tezdən qalxır yuxarı. Baxın, dəstək qısaca budur. Dirənc də bunun üst qismıdır. Baxın, üstdən olan hissə də dirəncdir. Dirənir bu bura, baxın. Gəlir eyni şəkildə. Dirənir bura, buradan obratka verir aşağı. Yuxarı gəlir. Dirənir, tezdən düşür aşağı. Tezdən gəlir, tezdən düşür aşağı. Burada uca formasyonlar da olur. İkili təpə, ikili dibi və s. Onlar daha sonraki dərslərdə mən sizə izah edəcəm. Burada indi ən əsas fikir verməli olduğumuz mövzu dib və təpələrdir ki, bunu ən yaxşı şəkildə qrafik üzərində görə bilək. Bunu ümid edirəm, siz başa düşdünüz. İndi time frame-lərə görə də fərqlənir bu. Məsələn, belə göstərim sizə. Buradan bir dənə qrafik çəkək, bir balaca. Baxın, bu burada tutalım ki, bunların hamısı 5 dəqiqəlik şam vardır. 5 dəqiqəlik şam, 5 dəqiqəlik şam, 5 dəqiqəlik şam. Bunlar hamısı bir yerdə əmələ gətirir 1 saatlıq şamı. 1 saatlıq şamı əmələ getirdi bu. Bu 1 saatlıq şamındır. Bunlar option, yəni ümumiyyətcə nə qədər böyük time frame-də olsa, o qədər daha yaxşı işləyir bunlar. Yəni time frame-ə görə də fərqlənir. Burada sizə ilk öncə time frame-dən danışdım bir balaca ara dərs olaraq. Yəni bu option 1 saatlıq şamı əmələ getirirsə, biz biraz böyüklərə fokuslamalıyıq ki, böyüklər daha yaxşı bu işləyir ümumiyyətcə. İndi mən bunların hamısını silirəm. Gəlin sizə qrafik üzərində də göstərim ki, nə nədir, nə hardadır. İndi Bitcoin-in biz 1 saatlıq qrafikindəyik. Gəlin bunun üzərində mən sizə dəstək və direnc axtarım tapım. İlk öncə baxın, dəstək və direnc tapmaq üçün biraz qrafiki araşdırırıq belə. Məsələn, gəlirik son tərəflərə. Biraz qrafiki və uzaqdan baxırıq. Baxın, gözümüzə çarpan nöqtələr. Məsələn, bu baxıram, buralardan bir gəlib. İndi bu böyük time frame-dir. Böyük, yəni böyük görürsənіз. Bunun içinə girsək, görürük ki, buranın içində də müəyyən kütüyə gedib. Ancaq ümumiyyətcə baxsaq, belə uzaqdan baxdıqda qısaca görürə bilirik ki, buradan həmişə nəsə dəstək alıb. Bir də onu vurğulayım mən sizə xatırlamışkən. Həmişə dəstək, məsələn, baxın, bura bir yəni xətt atıram. Buradan dəstək alıbsa, bu qırıldıqda artıq bu direnc ola bilir. Bu direnc rol oynaya bilir. Sonra tezdən bu qırılır. Tezdən dəstək kimi eyni şəkildə rol oynaya bilir bu. Yəni bunları nəzərə alın. İndi tezdən qayıtaq qrafikə. Baxın, burada dəstək rol oynayıb bir balaca. Buradan da direnc rol oynayıb. İndi biz bunu qarşıya çəkərək, biz gözləyə bilərik ki, burada nəsə, bax, bu qrafik. Buradan belə gələndə, bu burada nəsə gözləyə bilərik buradan. 100% deyə bir şey yoxdur bazarda. 100% bu bura gəlib buradan düşməyəcək. Ancaq bu mövqedə biz nəsə gözləyə bilərik. İndikatorlara baxa bilərik, fərqli həcmlərə baxa bilərik, coin market cap-dən likvidliyə baxa bilərik, bir çox şeyə baxa bilərik. Amma biz həmin bölgəni gözləyirik artıq ki, bu bölgədə bir şey baş verə bilər. Təbii ki, trendlər də önəmlidir. Mən sizə bundan sonraki dərsdə trendləri də başa salacağam ki, trendlər nə üçün önəmlidir? Trendlərə biz necə istifadə edə bilərik, harda istifadə edə bilərik, bunun adını sizə göstərəcəm. Ancaq qısa olaraq mən sizə indi dəstək direncdən danışıram. İndi başqa bir qrafikin başqa bir hissəsində axtaraq. Baxın, gedirəm.
Burada belə bir şey görürəm mən ki, baxın buralarda dəstəyin alıb qalxıb yuxarı, tezdən gəlib bura. Məsələn, baxın burada gözləmək olar. Burada nəsə gözləyirsən ki, artıq aha, buralardan bir şey baş verə bilər. Artıq məsələn, indikatorlara baxırsan, özün indikatorlara və ya fərqli bir şey, məsələn, aha, burada öz indikatorlara baxırsan və ya ikvitliyə baxırsan, yəni başqa bir şeylərlə analiz edərək artıq öz pozisiyanı ona görə alırsan. Məsələn, baxaq, burada gedib, gəlib, baxın, burada artıq qırıb düzdür, biraz oynayıb. Ancaq baxın, burada tutunub buna, sonra burada tutunub buna, artıq burada tamamilə qırıb keçib və dediyim kimi, gəlib buradan da bir dənə dirənç rolu oynayıb, bu buradan gəlib bunu, burada baxın, deyib aşağı gedib. Artıq daha çox Bitcoin düşdüyü üçün bu səviyyələrə gəlməyib, düşə-düşə gedib, ancaq yatay gedən bir pozisyonda, balaca hərəkətlərdə gedir kanalda. Biz onu ələkimiz necə deyək, görə bilərik. Biraz aşağı time frame-ə düşək, yəni qrafik görünümü sıfırlayaq, baxaq. Burada nələr var? Baxın, burada da bir dənə bizim dəstəyimiz var. Buradan belə kimi heç seçə bilmədim. Buradan bəlkə bir dənə götürsəm. Burada da var. Hətta baxsaq başqa bir yerlərə. Burada biraz meyillidir. Aha, buralarda da var, baxın. Buradan belə götürsəm. Burada da var, hər dəfəsində gəlib buradan, hətta buradan sonra oynayıb buralarda tutunub bir çox dəfə dəstək olaraq buralardan olub. İndi siz tez-tez öyrənirsiniz də, belə deyək, siz dəstək öyrənirsiniz. İndi siz hamısını bir yerdə qruplaşdırdıqda, likvidasiyanı olsun, dəstəyi, dirənci, indikatorlara hamısına bir-bir baxaraq artıq öz bir pozisiyanızı quracaqsınız. Təkcə dəstəyə, dirəncə görə əməliyyat açmaq, necə deyirlər, məntiqi deyil ki, hə, bu bura gəldi, buradan əməliyyat aldı, mən bura qoyum long pozisiyanımı, aha, bu stopu qoyum bura, bu belə, o əlaqin bir şey olmaz. Məsələn, burada mən nəsə gözləyirəmsə, bura, necə deyək, diqqətimi qoyuram ki, buralarda bir şey gözləyirəm, mən artıq bu şamdadır. Alıram, məsələn, mən özüm fərqli indikatorlara baxıram, Fisherə baxıram, aşağıdadır, məsələn deyək, RSI-yə baxıram, RSI-də aşağı bölgələrdədir. Məsələn, MACD-yə baxıram, MACD nə etmək istəyir, açılsın deyə, bu da çox aşağıdadır, kesinti verir artıq. Yəni belə, bir çox, necə deyək, indikatora baxıram, bir çox analiz edirəm, ondan sonra öz, necə deyək, əməliyyatımı götürürəm artıq. Məsələn, burada bir pozisiya qura bilərik ki, buradan bura, ATR dəyərinə baxıram ki, məsələn, stopumu harada qoya bilərəm, aha, buralarda bir yerdə qoya bilərəm və daha sonra öz əməliyyatımı götürə bilərəm. 1-in 3-ə şəkildə belə bir şey. Bu indi misal çəkirəm mən sizə ki, bütün analiz yöntəmlərini öyrənin. Ondan öncə kanala abunə olub, video like qoyun ki, belə videoların daha çoxu gəlsin. Daha tez-tez belə şeylər çəkək sizin üçün. Siz də öyrənin, sizin də xeyrinizədir ki, nə qədər çox şey öyrənsəz, o qədər bir əməliyyatlarınızı, yəni analizlərinizi o qədər yaxşı edə bilərsiniz və daha yüksək qazanclar əldə edə bilərsiniz bu sektorda, bu bazarda. Oldu uşaqlar, bu videonun da indi sonuna gəlirəm. Bir növbəti videomuz bizim trend xəttlər olacaq. Trendləri necə çəkmək lazımdır, trendlər nədir ümumiyyətcə, onu sizə öyrədəcəm. Video like qoyun, bir dediyim kimi kanala abunə olun ki, belə videolar daha tez-tez gəlsin sizin üçün. Sağ olun, növbəti videoda görüşənədək.